Hamıya salamlar, hamına xoş gördük. Əziz, hörmətli tamaşaçılar və dəyərli dostlar, hər birinizi xoş gördük. Qısaca olaraq məlumat vermək istərdim ki, artıq Velovlog kanalımda yerləşir və keçib izləyə bilərsiniz. Orada Fransanın Pau şəhərində, orada velosiped sürdüyüm gözəl təbiəti, əraziləri göstərirəm sizə, təqdim edirəm. Keçib baxa bilərsiniz və həmçinin növbəti vloglarda olacaq. Onu qaçırmamaqdan ötürü xahişim budur ki, kanala abunə olun və zınqrov kolokolçik var. Onu da orada vurun ki, bildirişi də ki, ilk mən paylaşım nəysə edəndə ilk sizin xəbəriniz olsun, məlumatınız olsun da, bu önəmlidir. Və həmçinin hansısa bir sualınız yaranarsa, sual da verə bilərsiniz. Bu kanalın üzr istəyirəm. Bu kanalın Instagram səhifəsi də var. Orada da paylaşımlar edirəm. Keçib orada baxa bilərsiniz, follow ata bilərsiniz və canlı yayında açıram. Bu qədər. Və növbəti vlogda görüşənə qədər növbəti maraqlı bir vlog gələcək. İndi baxım görüm ya mağazin vlog olacaq ya da qabaqcadan xəbər eləyəcəm. Oldu. Özünüzə yaxşı baxın. Hələlik növbəti vlogda görüşənə qədər. İzləmədə qalın. Hamıya salamlar, hamına xoş gördük. Əziz, hörmətli tamaşaçılar və dəyərli dostlar, hər birinizi xoş gördük. Qısaca olaraq məlumat vermək istərdim ki, artıq Velovlog kanalımda yerləşir və keçib izləyə bilərsiniz. Orada Fransanın Pau şəhərində, orada velosiped sürdüyüm gözəl təbiəti, əraziləri göstərirəm sizə, təqdim edirəm. Keçib baxa bilərsiniz və həmçinin növbəti vloglarda olacaq. Onu qaçırmamaqdan ötürü xahişim budur ki, kanala abunə olun və zınqrov kolokolçik var. Onu da orada vurun ki, bildirişi də ki, ilk mən paylaşım nəysə edəndə ilk sizin xəbəriniz olsun, məlumatınız olsun da, bu önəmlidir. Və həmçinin hansısa bir sualınız yaranarsa, sual da verə bilərsiniz. Bu kanalın üzr istəyirəm. Bu kanalın Instagram səhifəsi də var. Orada da paylaşımlar edirəm. Keçib orada baxa bilərsiniz, follow ata bilərsiniz və canlı yayında açıram. Bu qədər. Və növbəti vlogda görüşənə qədər növbəti maraqlı bir vlog gələcək. İndi baxım görüm ya mağazin vlog olacaq ya da qabaqcadan xəbər eləyəcəm. Oldu. Özünüzə yaxşı baxın. Hələlik növbəti vlogda görüşənə qədər. İzləmədə qalın.